نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. اللهم فعل ما علمتنا وعلمنا ما ينفعنا وزدنا علما. Allah Teala'dan isterim ki bu meclisi bereketli eylesin. Allah Teala bu meclisi özünün sevgisi ve razılığına aparan bir sebep vasıta etsin. Deməli, artıq Zilhicce ayı qədəm qoydu. Məğrib namazından sonra artıq Zilhicce ayı başladı və Zilhicce ayının hilalı görsəndi. Və Allah Teala'dan istəyirəm ki, bu Zilhicce ayının ilk 10 gününü ibadətdə, itaətdə keçirməyə bizim müvəffəq eləsin. Yəni, itaət, ibadət mövsümlərdən birisi olan bu Zilhicce ayının 10 günü, Zilhicce ayının ilk 10 günü, hansı ki Allah Teala bu günləri başqa günlərdən üstün etmişdir. Və biz indi Allah Teala'nın əzəmətləndirdiyi, təzim etdiyi, üstün etdiyi 10 günə daxil oluq. Yəni 10 gün deyəndə həm gecəsi, həm gündüzü. Gecəsi də, gündüzü də 10 günün əfsəldir. Abdullah ibn Abbas'tan gelen rivayette Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki: "Ma min ayyamin el-amelu salihu fiha habbu ilallahi min hadihil ayyam." Yani eyyamel aşr. Yani bu günlerde, yani Zilhicce ayının 10 gününde edilen salih emeller Allah'a en sevimli emeller. Yani öyle bir gün yoktur ki bu 10 günde edilen salih emeller kimi Allah'a daha sevimli olsun. Yani Peygamber sallallahu aleyhi ve sellem bildiği ki ey Müslüman, ey Allah'ın kulu, sen dünya günleri içerisinde başka günlerde bu günlerde ettiğin salih emeller kimi edebilmezsen, elesen de Allah'a en sevimli emeller bu günlerdedir. Ve dediler ki Allah'ın elçisi hatta Allah yolunda cihatta, yani insan başka günlerde Allah yolunda cihad etmesi, vuruşması bu günlerde edilen salih emellere çatmır. Dedi ki hatta Allah yolunda cihad, vuruşmak bile yalnız o kişi istisnadaki malıyla, canıyla çıkır ve hiçbiri qayıtmır. Başka rivayette ise Peygamber sallallahu aleyhi ve sellem buyuruyor ki: "Ma min amelin azka indallahi azze ve celle ve la a'zama ecran min hayrin ya'meluhu fi aşr adha." Allah yanında bu Zilhicce ayının 10 gününde edilen xeyir əməl kimi daha təmiz, əcri, savabı daha əzəmətli bir əməl yoxdur. Dedilər, hətta Allah yolunda cihad, Allah yolunda vuruşmaq da dedi ki, hətta Allah yolunda cihad belə çatmır, yalnız o kişiden başqa nəfsi ilə, malı ilə çıxır və heç biri qayıtmır. Və bu günlər Allah Teala'nın əfsəl etdiyi, üstün etdiyi günlərdir. Ki artıq qapıdadır, geldi. Yani sanki Allah Teala'nın bize gönderdiği, Allah'ın ucalttığı, təzim ettiği qonaqdır. Ki bu 10 gün ilin 360 günü içerisinde en əfsəl günlerdir. Hiçbir istisnasız. Hatta Ramazan'ın günleri Zilhicce ayının ilk 10'un günü kimi değildir. Ramazan ayı fəzilətli, mübarək aydır. Lakin Zilhicce ayının ilk 10 günü ondan daha əfsəldir. Zilhicce ayının ilk 10 gününde edilen əməllər Ramazan ayının günlərində edilən əməllərdən daha üstündür. Allah yanında daha sevimlidir. Allah'a daha sevimli, daha əzəmətlidir. Yalnız Zilhicce, Ramazan ayının son 10 gecəsi, o da Qədir gecəsi, 10 gecə olduğu üçün daha əfsəldir. Amma gündüzləri isə Zilhicce ayının 10 günü, hətta Ramazanın günlərindən belə əfsəldir. Sadəcə Ramazan ayı insanlara bəllidir, mübarək ay olduğu, əfsəl ay olduğu bilinir. İnsanlar zaman, illər, aylar keçməklə yani bunu unutmayıblar. Orucluq insanların zihində mübarək bir ay kimi birləşmişdir. Sadəcə Zilhicce ayının 10 günü ise unudulmuştur. İnsanlar Zilhicce ayının ilk 10 gününün fəzilətini unudublar. Unutulan bir günlərə çevrilmiştir. Ama şəriət, din, Allah Teala ve Allah Resulü sallallahu aleyhi ve sellem Zilhicce ayının ilk 10 gününün dünya günləri içerisinde en əfsəl günlər olduğunu bildirir. Ve eğer bu bilinde Müslüman olan da biz Müslümanlar bunu bildikse ki Zilhicce ayının ilk 10 günü Allah'a en sevimli emellerdir. Bugün de edilen emeller. Artık başladı. Zilhicce ayının ilk 10 günü başladı. Mağribden
ta ki Qurban Bayramı gününə qədər. Və Qurban Bayramı günü özü də buna daxildir. Əgər biz müsəlman olaraq Allah və Rasuluna tabi olan, təslim olan bir müsəlman olaraq bunu bildiksə, deməli bu Zilhiccenin ilk 10 gününü biz dəyərləndirməliyik. Hörmətli qonaq kimi qarşılamalıyıq. Allah Teala'nın qonağıdır. Allah Teala'nın dəyər verdiyi, hörmətləndirdiyi qonaqdır, bizə gəlir. Və qonağı da qarşılamaq üçün insanlar necə geyinir? Hörmətli, dəyərli, təzim olunan, çox hörmətli qonaq gələndə adətən biz nə edirik? Gözəl, təmiz, yaxşı paltarla çıxırıq. Yəni cırıq-cındırda, çirkli paltarla, üst-baş bulaşıq, yağlı, iyili, qoxulu paltarlarla çıxmırıq da, gözəl paltarlarla qarşılamağa gəldik. Və bu 10 günü də biz qarşılamalıyıq mənəvi tərəfdən təmizliklə, yəni səmimi tövbə ilə, səmimi, ixlaslı tövbə ilə bütün günahlardan, yadımıza salındığımız, unuttuğumuz, bildiyimiz, bilmədiyimiz bütün günahlardan Allah'a tövbə edərək. Mümkün deyil ki, insan təmiz paltarı, bahalı, dəyərli paltarını çirkli bədənə və yaxud da çirkli paltarın üstündən giyinsin. İnsan təmiz paltarı giyinmək üçün birinci yuyunur, təmizlənir, çirkli paltarı dəyişir, təzəsini giyinir. Və bu mövsüm, bu 10 günlük mövsüm gəldisə, əgər biz salih əməllər, yaxşı əməllər etməmişdən əvvəl, hansı ki, salih əməllər sanki təmiz paltardır, bundan əvvəl biz özümüzdə olan çirkabı təmizləməliyik. Mənəvi çirkab, günahlar çirkabından Allah'a tövbə etməliyik. İstiğfarla bu mövsümə daxil olmalıyıq. Və bu mövsüm, 10 günlük mövsüm sanki bizim həyatımızdır. Necə ki, bu 10 gün bəlli günlərdir, sayılı günlərdir, hətta barmaqlarla sayırsan. Gəlin var, 10 gündür. 10-ca başlanğıcı və bitməsi bəllidir. Və bu 10 gün bizə bizim həyatımızı xatırladı ki, bizim həyat da belədir. Başlanğıcı və sonu var. Dünya həyatı bizim üçün başlayır və bitir. Necə ki, bu 10 gün başladı və bitdi və bizim həyat da belədir. Dünyaya gəlişimiz və dünyadan gedişimiz vardır. Bu 10 gün müsəlman tövbə, istiğfar, bağışlanma diləməklə Allah Teala'dan özünü təmizləyir və sonra salih əməllər, yaxşı işlər görür. Allah'a yaxınlaşdıran əməllər edir. Allah Teala'nın sevdiyi əməllər edir, bacaran qədər çalışır və 9 gündən sonra nə gəlir? Bayram günü. Yəni bu 9 günü salih əməllərlə tövbə, istiğfar, zikirlər, Qur'an, dualar, yaxşı işlər, sədəqə vermək və keçirir və 10-cu günü Allah Teala onu bu xeyir əməllərə müvəffəq etdiyi üçün 10-cu gün bayram edir. Allah'a şükür olaraq qurban kəsir. Və bu da bizə öz həyatımızı xatırladı ki, bizim həyat da belədir. Sanki bu 9 gün bizim həyatımızdır. İbadətdə, itaətdə, salih əməllərlə keçirsək, öldükdən sonra müsəlman üçün bayramdır. Əgər salih əməllərlə, yaxşı işlərlə həyatını keçirərsə, başarırsa, ondan sonra sanki bayramdır. Öldükdən sonra Allah Teala'nın müsəlman üçün hazırladığı mükafat, o savabı gördükdə, Allahla qarşılaşacağı zaman o mükafatı, savabı gördükdə onun üçün bayramdır. Və bu 10 gündə də bizə vacib olan odur ki, günahlardan çəkinək, günahlara tövbə, istiğfar edək və hər birimiz bilirik ki, özümüzlə Allah arasında nə günahlar var. Hər birimiz bilirik ki, bizimlə Allah arasında günahlar nədir? Allahın haqqına qarşı nə günahlarımız var? Və həmçinin biz yaxşı bilirik ki, bizimlə insanların haqları, insanlarla davranışda nə günahlarımız var. İstər ailəmiz olsun, istər qonşular, istərsə digər insanlara qarşı ticarətdə və s. necə bizim xatalarımız, günahlarımız var. Hər kəs, hər birimiz də bunu çox gözəl bilirik və bizim unuttuğumuz günahlar bildiklərimizdən daha çoxdur. Deməli, tövbə və istiğfar, Allah Teala'dan bağışlanma diləmək bizə vacibdir.
Necə ki, tövbə, istiğfar diləmək bizim üçün hər gün vacibdir. Sanki bizim gündəlik vəzifəmiz olmalıdır ki, hər gün Allah Teala'dan bağışlanma diləyək. Və xüsusən də bu deyil mövsümləri əgər gəldisə, Allah Teala'nın dəyərləndirdiyi, Allahın uca etdiyi bu günlərdə biz Allahın dəyərləndiyi günlərə, dəyər verdiyi günlərə dəyər verməliyik. Tövbə, istiğfar, günahlardan uzaq durmaqla, ondan sonra salih əməllər. Çünki çirkabla, yəni günahlarla, asiliklərlə, xüsusən də qəlbdəki günahlar, kin, küdurət, düşmənlik, həsəd, dünyaya hərislik, qəlbdə olan riya, özündən razılıq, hansı ki, ucub xəstəliyi insanın bütün əməllərini batil edir. Allahdan qeyrisi üçün əməl etmək və həmçinin Allahdan qeyrisinə qəlbin bağlanması, Allahdan qeyrisindən ummaq və həmçinin insanlara qarşı həsəd, düşmənlik, paxıllıq və insanların mal mülkünə tamahkarlıq, tamah salmaq, göz salmaq və s. hansı ki, qəlbdə olan çirkin günahlardır. Və bu çirkabla bərabər insan salih əməlləri etməsi bir növ çirkli bədəninə, kirli bədəninə təmiz paltar giyinməsi kimidir. Tövbə, istiğfar onun gibi vacibdir. Və sonra da gəlir bu günlərdə, bu 10 gündə yaxşı əməllər, salih əməllər, hansı ki, nə də yaxşı əməl etsə insan bilməlidir ki, onun üçün qənimətdir. Hansı əməli etsə də, nə qədər gözündə balaca görsənsə də, müsəlman salih əməlləri etməyə həris olmalıdır. Və misal olaraq da bu əməldən oruç. 9 gündə yəni salih əməllərə daxildir oruç və oruc ümumiyyətlə salih əməllər içərisində ən əfsəllərindəndir. Allah Teala orucu özü üçün seçmişdir. Necə ki, Səhih Buxarıda ilahi hədisdə Allah Teala deyir ki, kullu ameli bəni Adəmə ləhu, Adəm övladının bütün əməlləri onun üçündür, orucdan başqa, oruc mənim üçündür, onun mükafatını mən verəcəm. Yəni, başqa əməllər insan elədikdə ola bilər kənardan görsənir. Namazı olsun, sədəqəsi olsun, insanlara yaxşılıq, ümrə, meçiddə getmək, Quran oxumaq və s. Lakin oruc gizli ibadətdir. İnsanla Rəbbi arasında. Heç kəs bilmir ki, sən oruçsan yoxsa yox. İstəsən, yiyə bilərsən, içə bilərsən. Lakin Allah Teala'nın razılığı, Allahın sevgisi üstələyərək sən yemirsən, içmirsən və üstəlik də oruc ibadəti elədir ki, başqa ibadətlər müvəqqəti olur. Davamiyyətli insan eləyə bilmir. Mümkün deyil ki, səhərdən axşama kimi oruç, Quran oxusun və yaxud da səhərdən axşama kimi namaz qılsın. Lakin oruc ibadəti fəcr doğandan ta gün batana kimi insan ibadətdədir. Davamiyyətli ibadətdir. Və Allah Resulü sallallahu aleyhi ve sellem 9 gün, Zilhicce'nin 9 günü oruç tutardı. Necə ki, Allah Resulü sallallahu aleyhi ve sellem zövcələrindən rivayet olunur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Zilhicce 9 günü və Aşura günü və hər aydan 3 gün və bir də 1-ci, 4-cü günlər oruç tutardı. Bu da İmam Nəsəinin səhiyində rivayet olmuştur və alimlərdən də Şeyh Albani buna səhih olaraq demişdir. Və həmçinin Əbu Davudda da bu zikr olunur. Və ikincisi zikirlər, təhmid, təhlil, təkbir, bu zikirləri çoxaltmaq. Və bu günlərdə, Zilhicce ayında bu zikirləri çoxaltmaq və xüsusən də əgər yanında başqa müsəlmanlar, ibadət əhli varsa, onların yanında biraz səslə etmək ki, onlara da xatırlatsın və onlar da o zikirləri etsinlər. Və həmçinin bu şüarları izhar etmək üçün, bu ibadəti izhar etmək üçün, Allah Teala'nın təzim etdiyi günləri təzim etmək üçün bu zikirləri biraz ucadan deyirsən ki, yanındakilər də bu zikirləri etsin. Və Allah Teala Həcc surəsində buyurur, يَشْهَدُوا مَنَافِعَ لَهُمْ yəni həccdə olanlar özlərinə mənfəət faydaları şahid olsunlar və Allahın adını zikr etsinlər bəlli günlərdə. Bəlli günlərdə Zilhicce ayının 10 günüdür, necə ki bu təfsirlərdə gəlmişdir Abdullah ibn Abbas'tan. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki hədisdə, yəni, mə min əyyəmin ə'azamu indallahi və ləhabbu ileyhi əl-əməlu fihinnə min həl əyyəmil aşır. Yəni, bu Zilhicce ayının 10 günündə olan
əməllər kimi Allaha daha sevimli başqa əməllər başqa günlərdə olmur və bu günlərdə təhlil, təkbir və təhmidi çoxaldın. Və rəvayət olunur ki, Abdullah ibn Umar və həmçinin Əbu Hureyra onlar yəni bazara çıxardılar və uca səslə təkbirlər edərdilər, zikirlər edərdilər və insanlar da onların etdiyi təkbir və zikirləri eşidərək təkbir edərdilər ki, insanları xatırlatmaq üçün onlar da xatırlatsın. Çünki insan unutqandır, xüsusən də bazarlar Allaha ən qəzəbli yerlərdir. Hədisdə gəlir ki, Allaha ən sevimli yerlər məscidlərdir, ən qəzəbli yerlər isə bazarlardır. Bazarlar çünki qəflət yeridir. Bazarlar, insanlar bazarlarda qəflətə düşür. Ticarət, alver və s. zikirdən, ibadətdən qafil qalırlar. Və kim də unudulmuş bir sünnəni, Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsini dirildərsə, kim o əməli etsə, onların hamısının savabından dirildən insana çatır və eləyənlərin savabından heç nə azalmadan, əksilmədən. Və həmçinin bu günlərdə edilən əməllərdən həc və ümrə. Bu günlərdə olunan ən əfsəl əməllərdəndir. Həc və ümrə. Kimə Allah Teala müvəffəq edərsə, həc və ümrəyə, bu əzəmətli ibadəti yerinə yetirməyə və insan bilməlidir ki, bu əzəmətli ibadətdir və əgər doğru düzgün yerinə yetirərsə, Peyğəmbər sallallahu əleyhi və səlləmin müjdəsindən o da vardır. Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki, "El-haccul məbrur leysə lehu cəzaun illəl-cənnə." Məbrur həccin mükafatı yalnız cənnətdir. Məbrur yəni günahsız həcdir. Dördüncüsü, misal olaraq bu 10 gündə edilən salih əməllərdən qurban kəsmək. Və bu da əzəmətli ibadətlərdəndir. Allaha yaxınlaşdıran salih əməllərdəndir. Ki Allah Teala və Allahın elçisi sallallahu əleyhi və səlləm əmr etmişdir. Və Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki, kimdə imkan olarsa və qurban kəsməzsə, bizim namazgaha yaxınlaşmasın. Və Allah Resulü sallallahu əleyhi və səlləm özü də qurban kəsmişdir və bir çox başqa əməllər var. İnsan nə bacarır? Yaxşı işlər, salih əməllər etməlidir bu 10 gündə. Bu qısa 10 gündə. Və Allah Teala'dan istəyirəm ki, bizi sevdiyi və razı qaldığı hər cür söz, əməl və etiqadlara müvəffəq eləsin. Və Allah Teala bizi öz dinində sabit etsin. Allah Teala'dan istəyirəm ki, bizim və bütün müsəlmanların günahlarını bağışlasın. Allah sizə də bərəkət versin.